Mənim orada ikincidə məsələn hidrogen sulfidin H-klordan güclü olub olmağının dəxli varmı turşu ilə turşuya? Orada qada sonsuz da turşu ilə turşu reaksiya getmir də, yəni ki. Yəni Hə, hidrogen sulfidlə H-xlor, əgər eləcə xlor olardısa, bilirsən də, xlor H2S-dən kükürdü çıxarda bilər. H-xlor S alınır. hə, çıxartmada vardı bəli. Hə, o heç. Ancaq sərbəst xlor vermədiyinə görə H-xlorla getmir. Və diqqətli olun ha, hidrogen sulfid, bəli, hidrogen sulfid qaz, hə, bir qədər. Nəyi? Çünki xlor elektromənfiliyi kükürddən çoxdur axı. Necə ki, halogenlərdə qüvvətli halogen zəifi H halogen birləşməsindən çıxardır. Bu da onun kimidir. Yəni elə bir şey də ola bilər, çıxarda bilər. Ancaq belə deyək də, bu da yəni burada elə bir əhəmiyyəti yoxdur onun əslində. Çünki xlor qazını hidrogen sulfid qarışığından əlavə etdikdə, həm də hidrogenlə reaksiyaya daxil olma ehtimalı var axı. Axı hidrogenlə xlor reaksiya gedir. Ha, ona görə alınmaz orada. Xlorla həm hidrogen reaksiya girər, həm də H2S. O da olmaz. Bizə lazımdır ki, hidrogen qalsın, H2S təmizlənsin, yoxa çıxsın. H2S qarışdı qalmasın. Ona görə də bu sərfə, o məqsədə uyğun olmaz. Nə H-xlorla getmir, nə də xlorla hər ikisi gedir. Ona görə 2 ümumiyyətlə götürülmür. Ancaq 1 ilə 3 istifadə olunur, bəli. 1 ilə 3-dən istifadə etməklə hidrogen sulfid təmizləmək olar. 6. 3. Hidrogen sulfid üçün nə doğrudur? Havadan yüngül deyil, çünki hidrogen sulfidin kütləsi 34-dür, havadan ağırdır, gördüyünüz kimi. Molekulu qeyri-polar səhvdir. Kükürdlə hidrogen arasında 2 rabitə istifadə olunur, hər hidrogenlə bir rabitə və kükürd 6-cı qurşaqla. Təkrarlayaq, mərkəzi atom bütün qollar istifadə olunmursa ya da bütün qollarına eyni atom birləşmirsə, molekul polyardır. Kükürdün 6 qolu olmalıdır, 2 qolu istifadə olunubdur, 4 qolu qalıbdır. Molekul polyardır. Suda həll olur, H2S turşusu alınır. Zəhərli doğrudur, lax yumurta hissi verən zəhərli qazdır və higroskopik deyil. Higroskopik olan hansı idi uşaqlar? SO3 ilə H2SO4. SO3. Bu, bəli, SO3 və H2SO4 mümkün dərəcədə və P2O5 və ortofosfat turşusu və qələvilər, natrium OH, kalium OH higroskopikdir. Havadan su buxarını çəkir. Ancaq H2S haqqında elə bir şey yoxdur, deyilmir. Növbəti 6. Bəli. Deməli uşaqlar, ferrum S-də baxın, quruluş belədir. -2, -2, 2 valentli, 2 valentli. Ferrum S2-də isə dəmir, kükürd uşaqlar. Dəmir -2, 2 valentlidir. Kükürd -1, 2 valentlidir. -1, 2 valentli. Çünki ferrum S2-də uşaqlar, ferrum S2-də dəmir -2, bu -1-dir. Ancaq ferrum S-də isə -2, -2-dir. Baxın, dəmirin valentliyi hər ikisində eynidir, 2 valentlidir. Dəmirin oksidləşmə dərəcəsi hər ikisində eynidir, -2-dir. Kükürdün oksidləşməsi ferrum S-də -2-dir, ferrum S2-də isə -1-dir. Yanlışdır. 1-dən 2. Yəni burada kükürdün sayı fərqli olsa da valentlik eyni ola bilirmişmi? Bəli qardaş, burada kükürdün dəmirlə qollarında həm dəmirlə kükürd birləşir ferrum S2-də, həm kükürdlə kükürd. Ferrum S-də isə elə dəmirlə kükürd 2 qoluna bir-birinə birləşir. Başa düşdüm mən. Buyur qardaş. Sonra 13 var idi. hə, ferrum S2 pirit parçalanır, ferrum S və S-ə. Deyir ki, öz-özünə oksidləşmə. Gəlin baxaq. Burada kükürd bəyəkçilik -1-dir. Burada -2 0-dır. Bəli. -1-dən -2-yə azalıbdır, -1-dən 0-a artıbdır. Disproporsiya öz-özünədir. Kükürdün oksidləşmə dərəcəsi dəyişilir. Doğrudur. Dəmirin valentliyi dəyişir. Bayaq baxdıq ki, dəmir hər ikisində 2 valentlidir. Yanlışdır. 1-2. 13 vardı mənim.